Salam, bugün səninlə çox maraqlı bir mənbəyə IL-14 Gündə Super Yaddaş kitabından seçmələrə birkə baxacağıq. Məqsədimiz odur ki, yaddaşı gücləndirmək üçün təqdim olunan əsas texnikaları anlayaq. Yəni, onların arxasındakı prinsiplər nədir? Mənbə beynimizin, belə deyək də, heyrətamiz potensialından başlayır. Təsəvvür elə, bədəndə 100 trilyon hüceyrə necə ahənglə işləyirsə. Bəli, bəli. Bu material əslində yaddaş texnikaları dünyasına bir növ səyahət vəd edir. Və ən əsas məqam odur ki, bu üsullar quru əzbərçilik deyil, beynin özünün təbii işləmə mexanizmlərinə, xüsusən də təxəyyülə və bir də assosiasiya, yəni əlaqələndirmə bacarığına əsaslanır. Çox ağıllı şəkildə istifadə edir bunlardan. Gəlin onda elə birinci texnikadan başlayaq. Link sistemi deyirlər buna, ya da zəncir metodu. Fikir odur ki, yadda saxlamaq istədiyin şeyləri bir-birinə bağlayırsan. Amma necə? Qeyri-adi, hətta absurd bir hekayə ilə. Məsələn, mənbədəki kimi ilan və bal sözlər üçün toyuqların uçub güllərdən bal çəkdiyini xəyal etmək. Yəqin nə qədər qəribə olsa, o qədər yaxşı yadda qalır, ha? Tamamilə doğrudur. Ay sağ ol. Burada açar məqam təkcə qəribəlik deyil, beynimizin yenilik qərəzi deyirlər buna, onu işə salmaqdır. Yəni, beynimiz gözlənilməz, fərqli, bir də emosional yüklü şeylərə daha çox diqqət yetirir və onları daha yaxşı saxlayır yaddaşda. Məhz buna görə də deyilir ki, təsəvvür etdiyin o şeyə toxunduğunu, qoxusunu hiss etməlisən. Limonun turşuluğu, məsələn, ya da qızılgülün ətri. Bu metod qısa siyahılar üçün əladır. Alışveriş siyahısı ya da bəlkə bir çıxışın əsas məqamları. Yaxşı, anladım. Bəs əgər məlumatları müəyyən ardıcıllıqla xatırlamaq lazımdırsa, ya da konkret yerlərlə əlaqəli, onda sadəcə bir-birinə bağlamaq bəlkə də kifayət eləməz. Bax, məhz bu məqamda mənbə məkan metodunu, yəni Loki metodunu təqdim edir. Bu, çox qədim, amma çox güclü texnikadır. Yaxşı tanıdığın bir məkanı, məsələn, öz evinin otaqlarına ya da mənbənin təklif etdiyi kimi Bakı metrosunun stansiyalarını, İçərşəhər, sahil, 28 may, bunları zehnində canlandırırsan. Sonra hər bir dayanacağa ya da otağa yadda saxlamalı olduğun bir obrazı qoyursan. Sonra məlumatı xatırlamaq üçün sadəcə zehnində həmin o məkanı gəzirsən. Bunun gücü bizim çox yaxşı inkişaf etmiş məkan yaddaşımıza söykənir. Bu məntiqli gəlir qulağa. Bəs rəqəmlər, onlar tez-tez baş ağrısı olur axı. Çünki abstraktdırlar. Onları necə canlandıraq ki? Rəqəmlər üçün daha strukturlaşdırılmış bir yol var, fonetik əlifba. Bu sistem düzü biraz hazırlıq tələb edir, amma çox güclüdür. Əsas ideya odur ki, abstrakt rəqəmləri konkret samit səslərə çevirirsin. Belə bir kod kimi düşün də, 1TD, 2N, 3M. Məsələn, 8FV, 0SZ və s. Sonra bu səslərdən mənalı sözlər yaradırsan. Tutaq ki, 54 rəqəmini yadda saxlamaq istəyirsən, L, T, R səsləri. Bundan lotereya sözünü düzəldə bilərsən, ya da hətta bir ad, Eldar, sonra bu sözü xatırlayırsan. Mənbədə həmçinin hazır yaddaş qarmaqları da var. Məsələn, 2 üçün ney, 10 üçün duz. Deməli, rəqəmləri sözlərə çeviririk ki, onları daha asan təsəvvür edib əlaqələndirək. Maraqlıdır. Bəs xarici dil öyrənəndə yeni sözləri yadda saxlamaq üçün nə təklif edilir? Öz ana dilində bir söz tapırsan, açar söz. Sonra bu açar sözlə xarici sözün mənası arasında qeyri-adi vizual bir hekayə qurursan. Məsələn, rusca qaban, yəni çöl donuzu sözü üçün Azərbaycanca qaban sözünü götürüb, qaban dərisindən çanta istəyən birini təsəvvür edirsən. Bu, səs və məna arasında bir körpü yaradır da. Adları və üzləri yadda saxlamaq. Bu da çox adamın çətinlik çəkdiyi bir şeydir. Bəs bunun üçün xüsusi bir tövsiyə varmı? Var. Burada mənbə əsasən diqqəti yönəltməyi vurğulayır. Yəni, yeni biri ilə tanış olanda həqiqətən ona fokuslanmaq lazımdır. Üzündə fərqləndirici bir cizgi seçmək, burun, göz, saç. Sonra adı həmin cizgi ilə qeyri-adi şəkildə əlaqələndirmək. Mənbədəki Zülfiyə adı və onun gözəl zülfləri kimi. Çox vaxt adları ona görə unuduruq ki, əslində heç diqqət yetirmirik başlanğıcda. Aydındır. Bir də akrostişdən danışılır. Bu, yəqin çoxumuza tanışdı məktəbdən filan. Siyahıdakı sözlərin baş hərflərindən yeni bir söz ya da cümlə yaratmaq.
Mənbə kimyəvi elementlər üçün verir nümunə, ya da 4 mələyin adı cəmi. Hə, Cəmi, Cəbrail, Əzrail, Mikail, İsrafil. Bu asan yadda qalır. Və nəhayət daha mürəkkəb məlumatları, məsələn cədvəlləri və ya planları sistemləşdirmək üçün yaddaş matriksi var. Bu əslində məkan metodunu ilə fonetik əlifbanı birləşdirən, belə deyək, daha qabaqcıl bir texnikadır. Məlumatları yerləşdirmək üçün A1-dən J10-a qədər xanaları olan bir şəbəkə, matriks yaradırsan, hər xananın öz açar sözü olur. Bu, çoxlu məlumatı strukturlaşdırmaq üçün güclü alətdir. Amma etiraf edər ki, o birilərinə nisbətən daha çox məşq tələb edir. Deməli, ümumiləşdirsək, bütün bu texnikaların kökündə dayanan əsas şeylər təxəyyül, qeyri-adilik, assosiasiya və təkrar. Təkrarın gücü dəfələrlə vurğulanır. Hətta o Dale Carnegie'nin Quran hafizləri ilə bağlı müşahidəsi çox təsirlidir. Yəni, nizamlı təkrarlama ilə 600 səhifəlik kitabı əzbərləmək mümkündürsə, Tamamilə. Bu material yaddaşa passiv bir ambar kimi yox, aktiv, yaradıcı, məşq etdirilə bilən bir bacarıq kimi yanaşır. Bütün texnikalar beynimizin vizual və assosiativ gücündən, onun təbii işləmə tərzindən maksimum istifadə etməyə çalışır. Yəni, beyinlə dost olmaq kimi bir şeydir. çox maraqlıdır həqiqətən. Bax, bu texnikalar siyahıları, rəqəmləri, adları, sözləri yadda saxlamağa kömək edir. Bu aydındır. Bəs sən necə düşünürsən bu mənbələrə əsaslanaraq, bu vizual assosiativ hekayə qurma üsulları? Sadəcə faktları əzvərləməkdən kənara çıxıb, məsələn, mürəkkəb bir müzakirənin əsas arqumentlərini ya da fərqli nöqteyi nəzərləri, hətta bir kitabın ümumi fəlsəfəsini daha dərindən anlamaq və uzun müddət xatırlamaq üçün necə uyğunlaşdırıla bilər? Bu barədə düşünməyə dəyər yəqin ki.